Ölkədə yarpaq dönərini tanıdan, ətinin ləzzətinə rəqib olmayan, gəlin açıq danışaq, reklama da ehtiyacı olmayan harbi dönər. Dönər sevərsinizsə bu adı mütləq ki eşitmisiniz. Sözün açığı, rəqib məkanlara belə gedirdim və buranın adını mütləq ki qeyd edirdilər ki, ora dəhşətdir. Amma nə əcəbsə sınamamışdım, bu dəfə yollandıq ora. Yəni desəm çox dadlıdır, o söz az qalar. Mükəmməldilər. Ətlərinin dadı, duzu, hər şey o qədər yerindədir ki, yeyəndə bilirsiniz ki, çox keyfiyyətli bir ət yeyirsiniz. Menyularından bir neçə kateqoriyada yemək sifariş etdik. Porsiyon dönərləri, qapalı, açıq dönərləri də mükəmməl idi. Beyti dönər də burada ən dadlılarındandır. Kərə yağının dadı çox hiss edilirdi. Burgerlərinə də söz yox. İstər çörəyi, istər əti pambıq kimi, sousu da tam qədərində. İskəndər sevərsinizsə buradakını mütləq dadın. Sousu tam fərqli idi. Yediyim ən dadlılarından idi. Mən çörəkdən çox lavaşda dönər sevirəm. Baxın, bu yediyim mənə görə mükəmməl idi. Lavaşı belə dadlı idi. Lahmacun arası dönərləri də şedevr idi. İnanın səmimiyyətimə şişirtmirəm. Doğrudan da buranın əti mükəmməldir. Görün necə ki, rəqib yerlər belə buranı tərifləyir. Yediklərimiz azmış kimi sonda şirniyyatlarından da daddıq. Getsəniz bananlı tortu mütləq sınayın. Dönərçinin əllərinə sağlıq. Çox yerdə olmuşam, amma hələ belə əti doğrayan görməmişdim. 5 ildir fəaliyyət göstərib keyfiyyətini aşağı salmayan harbi dönərə eşq olsun.